Developerların sevimli platforması olan, bir çox adamın proqramlaşdırma öyrənməyə başlanğıc nöqtəsi olan Udemy platforması artıq olmayacaq. Bəli, yanlış eşitmədiniz. Coursera və Udemy birləşmə qərarı aldılar. Daha doğru desək, Coursera Udemy-nin bütün hissələrini alır və böyük ehtimalla uzun müddətdə bu iki platforma birlikdə Coursera brendi altında fəaliyyət göstərəcəklər. Fikir versəniz, hər ikisi güclü brenddir. Amma AI-ın, xüsusilə də generativ süni intellektin sahəyə təsiri o qədər böyükdür ki, hətta böyük brendlər belə öz modelləri haqqında yenidən düşünmək məcburiyyətində qalırlar. Bu da bizə əslində çox vacib bir şey deyir. Süni intellekt təkcə sıravi insanların işini əlindən almır, təkcə onları əvəzləmir. Eyni zamanda da böyük korporasiyaların yenidən strukturlaşmağına, birləşməyinə və strategiyalarını yenidən gözdən keçirməyə məcbur eləyir. Udemy-yə ayrıca baxsaq, Udemy uzun müddətdir özünü inkişaf etdirmirdi. Sadəcə oradakı keyfiyyətli instruktorlar hesabına ayaqda qalan bir modeli var idi. Nəticə olaraq belə bir vəziyyət mənim üçün çox da təəccüblü deyil. Maraqlı dövrdə yaşayırıq. Növbəti 4-5 ildə bizi nələr gözləyir, səbirsizliklə gözləyirəm. Səhifəmizdə startaplarla bağlı, məhsul menecərliyi və proqramlaşdırma ilə bağlı söhbətlər edirik. Maraqlıdırsa izləyə bilərsiniz. Sağ olun, sağlıqla qalın.